Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Demək bu gün ayın 15-i martdır. Ramil doktor 14 martda 4 rino pasiyentimiz, 5 uşaq əməliyyatımız var idi. İndi isə xanımların üzü düşmür deyə Ramil doktor hal-hazırda əməliyyatdan çıxan xanımlarımıza sabah və gips silikona gələnə kimi istifadə olacaq dərmanları izah edir. Bunun da adlarınızı yazmıram. Seftriasyon dediyim kimi bu günlərin bax vurulacaq. Bu gün vurulub sizə indi səhər. Sabah tezdən vurulacaq. Ketanol ağrı kəsici iynədir. Səhər axşam vurulacaq. Kiminsə ağrısı yoxdursa vurmağa ehtiyac yoxdur. Məsələn ki, elə adamlar ağrımır, ehtiyac yoxdur vurmağa. Ditsinol mütləq vurulacaq. Flukonazol, bu da saylar var, o saylara uyğun. Deməli, flukonazol müalicəni ikinci gün atacaqsınız. Larifanda spreydir, boğaza çiləyəcəksiniz. Burada nəyə diqqət edirsiniz? Bax, burnun ucunda bantlar var, görürsünüz hamınızda. O bantlar ıslanacaq. Yəni, çünki burnun içində silikon var. Onu ıslandıqca açırsınız. Açdığınız dəyişəndə, deməli, birinci Perex'ində hamının evində bu dəqiqə Perex olur da, düzdür. Qulaq çöpün batırırsınız Perex'ə. Perex'dən həmin o qan olan hissələri təmizləyirsiniz. Sonra betadin vurursunuz, burada yazmışam betadin. Üstündən bir 15 dəqiqə keçəndən sonra da levanikol maz vurursunuz, levanikol. Gündə 3 dəfə, yaxşı. Və buraya yazılıb ki, gips silikon çıxandan sonra, bu bizə bu günə 10 gün müddətinə aid deyil. Yəni gips silikon nə vaxt çıxacaq, ondan sonra da bunlar olacaq. Xəstə özünə qulluq qaydası da buradadır. Bütün yeməkləri yemək olar, yumşaq halda, bol vitaminli, qaynar. Bunların hamısını oxuyursunuz, buna uyğun hərəkət edirsiniz. Plus ondan əlavə baş aşağı əyilmək, ağır şey qaldırmaq olmaz. Saçınızı yumaq istəsəniz, saçınızı arxaya atın. Yəni nətər salonda yuyular, elə yuyun, belə. Yemək də ancaq yumşaq, ilıq qidalar olsun. Əməliyyatın 9-cu günü əlaqə